Bu gün ədəbiyyatın daha çox cansıxıcı olması, Azərbaycan ədəbiyyatına yuxarıdan aşağı olan baxışın və ya Azərbaycan ədəbiyyatından oxucuların yüksək gözləntilərinin olmamasının təməl səbəblərindən bəlkə də biri bundadır ki, bizim orta məktəb və ali məktəbdə daxil olmaqla kanonlarımız və seçdiyimiz mətnlər və seçdiyimiz müəlliflərdə müəyyən məhdudiyyətlər var. Biz dərsliklərə baxsaq, bəzi müəlliflərin dominantlığını görürük, bəzi üslubların dominantlığını görürük. Məsələn, orta məktəb dərsliklərində ədəbiyyat anlayışı və dünya ədəbiyyatı anlayışı kifayət qədər qüsurludur və dünyadan seçilən mətnlərin özü belə artıq müasir dövrün, müasir zamanın mətnləri deyil. O estetikalar demək olar ki, bugünün gəncinə, yeni nəslə xitab etmir. Dolayısıyla da bəzən əslində ədəbiyyat dərsi kifayət qədər maraqlı, zövqlü və canlı keçməlidir. Ancaq seçilən mətnlərin yanlış olması səbəbilə və yeni nəsil, gəncin özünü o mətnlərdə tapa bilməməsi səbəbilə biz onu ədəbiyyatdan uzaqlaşdırırıq.